Salam əziz şagirdlər və hörmətli müəllimlər. Biz bugün sizinlə Alban Arşakilər mövzusunu izahını verəcəyik və buna uyğun olaraq bir qəbul sualının da izahını verəcəyik. Belə bildirmək istəyərdim ki, sizə hər il demək olar ki, Alban Arşakilərə aid suallardan istifadə olunur və yaxud da ki, Albaniyanın erkən orta əsrlər tarixindən bir sualdan istifadə olunur. Azərbaycanın erkən orta əsr tarixindən bir sualdan istifadə olunur. Ona görə də bu videonu diqqətlə izləyin və sizdən xahişim ondan ibarətdir ki, videonu bəyənməyi və paylaşmağı unutmayın ki, daha çox insan yararlana bilsin. Bundan əlavə sizə bildirmək istəyirəm ki, bizim onlayn və əyani dərslərimiz fəaliyyət göstərir. Oktyabr ayının ortalarından artıq yeni onlayn dərslərimiz start götürəcək, sıfırdan onlayn dərslərimiz start götürəcək. Bunlarla da maraqlanmaq üçün şərh bölməsinə və yaxud da ki, aşağıdakı göstərilən nömrələrlə əlaqə saxlaya bilərsiniz və yaxud şərh bölməsinə yaza bilərsiniz. Başlayaq. Mövzumuz Alban Arşakiləridir. Deməli, Alban Arşakiləri birinci əsrdə hakimiyyətə gəliblər Albaniyada və bunun ilk nümayəndəsi Qoçaq Vaçaqandır. Qoçaq Vaçaqan adından məlum. Qoçaq Vaçaqan nə edəcək? Deməli, cəsur bir iş görməlidir. Qoçaq bir iş görməlidir ki, biz bilək ki, bu Qoçaq Vaçaqan adının haqqını vermişdir. Nə edir? Mərkəzləşdirilmiş dövlət yaradır. Yəni, mərkəzləşmiş dövlət necə olurdu? Biz Manna dövlətindən və yaxud da ki, İranzun hakimiyyəti dövründən bilirdik ki, hətta daha əvvəlki mövzularımızdan məlumatlı idik ki, mərkəzləşmiş dövləti necə yaradırlar? Mərkəzi hakimiyyətə vilayətləri tabe etmək olur. Yəni, vilayətlər mərkəzi hakimiyyətə tabe edilir və bununla da bütün vilayətlər hökmdara tabe olursa, bu olur mərkəzləşdirilmiş dövlət. Albaniyada, qədim Albaniya mövzusunda da Strabonun məlumatına görə biz demişdik ki, Albaniya mərkəzləşdirilmiş dövlət hesab olunurdu. Amma indi biz Albaniyanın erkən orta əsrlər tarixini keçirik. Azərbaycanda erkən orta əsrlər 3-11-ci əsrlər əhatə edir. Albaniyanın da erkən orta əsrlər tarixini keçirik. Lakin bir şeyə də diqqət yetirmək lazımdır ki, birinci əsr məsələn Alban Arşakilərinin hakimiyyətə gəldiyi dövr feodalizm dövrünə düşməyəcək. Çünki feodalizm dövrü Azərbaycanda 3-cü əsrdən etibarən başlayır. Burada da çaşdırıcı məqamlar olur. Çünki biz Arşakilərin adını çəkəndə həmişə erkən orta əsrlər dövrü deyirik. Amma ki, bir şey diqqətə almaq lazımdır ki, birinci əsrdə bunlar hakimiyyətə gəliblərsə, hakimiyyətə gələn zaman hələ ki, erkən orta əsrlər dövrü deyildi. Yəni, hələ feodalizm dövrü başlamamışdı, orta əsrlər dövrü başlamamışdı. Buna da diqqət yetirməliyik. Qoçaq Vaçaqan nə edir? Albaniyanın bütün vilayətlərini mərkəzi hakimiyyətə tabe edir və mərkəzləşdirilmiş dövlət yaradır. Bu, birinci Qoçaq Vaçaqana aiddir. Bir şey də diqqətinizə çatdırım ki, Arşakilərin ilk nümayəndəsi birinci Qoçaq Vaçaqan olduğu kimi, sonuncu nümayəndəsi də Vaçaqandır, amma bu üçüncü Mömin Vaçaqandır. Yəni, birincisi birinci Qoçaq Vaçaqan, sonuncusu üçüncü Mömin Vaçaqan. Yəni, bu cür yadda saxlayacağız. Daha sonra isə birinci Vaçe'dən danışa bilərik. Birinci Vaçe, birinci Şapurun tabi olmaq təklifini rədd edir. Belə ki, 260-cı ildə Roma ilə Sasani arasında müharibə baş verir. Roma Sasanilərlə müharibədə məğlub olur. Sasani hökmdarı birinci Şapur Romanı məğlub etdikdən sonra ona tabi olan ölkələrə və digər ətraf ərazilərə məlumatlar göndərir ki, artıq Sasanilər dövlətinə tabi olsunlar. Bu zaman Albaniyada hakimiyyətdə kim idi? Birinci Vaçe idi. Birinci Vaçe birinci Şapurun təklifini rədd edir, lakin daha sonra görürük ki, Albaniya Sasanilərin tərkibinə daxil olub. Bunu 262-ci ilə aid olan Nəqşi Rüstəm abidəsində Albaniyanın adının da yazıldığını görmüşdür. Nəqşi Rüstəm abidəsi birinci Şapurun qələbələrini əks etdirən bir abidədir. Burada Atropatena, Albaniya və Paytakaran vilayətinin adı çəkilmişdir. Həmçinin Albaniyanın adının çəkildiyini görürük və buradan da bilirik ki, artıq Albaniyada Sasanilərin tərkibinə 262-ci ilə daxil olub. Alban Arşakilərin sonraki nümayəndəsi isə Urnayırdır. Urnayır 4-cü əsrdə hakimiyyətdə olmuşdur. Hakimiyyət illəri 313-371-ci ildir. 313-də də onun tədbiri var. 371-ci ildə də. 313-cü ildə xristianlığı rəsmi dövlət dini elan edib. 371-ci ildə isə Dizrav döyüşündə Sasanilərlə müttəfiq olaraq Romaya qarşı vuruşmuşdur. Elə onun hakimiyyəti dövründə məlumat verərkən görürük ki, müstəqil xarici siyasət yeridirdi. Yəni, Sasanilərdən asılı yox, Sasanilərlə müttəfiq idi. İkinci Şapurun müttəfiqi idi.
Yəni Urnayer hakimiyyətdə olanda, Albaniyada Urnayer hakimiyyətdə olanda Sasanilərdə də hakimiyyətdə 2-ci Şapur idi. Urnayer da 2-ci Şapurun müttəfiqi idi. Amit döyüşündə və Dizrav döyüşündə Sasanilərin müttəfiqi kimi iştirak etmişdi. 359-cu ildə Amit döyüşü baş vermişdi. Burada müttəfiqlər, yəni Sasanilərlə Albanlar qalib gəlmişdilər. Urnayer və 2-ci Şapur qalib gəlmişdi Romaya. Dizrav döyüşü 371-ci ildə, burada isə müttəfiqlər məğlub olmuşlar. Hətta Albaniya 4 vilayətini, Uti, Şakasena, Girdiman, Kolt vilayətlərini itirmişdi. Lakin bir şeyi diqqətinizə çatdırım ki, 387-ci ildə hansı ki Roma ilə Sasanilər arasında müqavilə imzalandı. Bu müqavilə imzalanan zaman Albaniyada Urnayer artıq hakimiyyətdə deyildi. Çünki Urnayerin hakimiyyəti 371-ci ildə başa çatmışdı. Yəni 387-ci il müqaviləsi və Albaniyanın vilayətlərinin geri qaytarılması Urnayerin hakimiyyət dövrünə təsadüf etməyəcək. Sonrakı Arşaki nümayəndəsi Asuagen'dən danışa bilərik. 5-ci əsrin birinci yarısında, yəni 424-444-cü illərdə hakimiyyətdə olmuşdu. Onun dövründə mədəni tədbirlərdir. Yəni təhsilə aid məsələlər orada öz əksini tapır. Məsələn, uşaqların təhsilə cəlb olunması, köhnə Alban əlifbası əsasında yeni Alban əlifbasının yaradılması, daha sonra nə deyə bilərik onun hakimiyyət dövründə dini kitabların Alban dilinə tərcümə olunması Asuagen'in hakimiyyəti dövrünə təsadüf edəcək. Gördünüz, təhsillə bağlı şeylərdir. Yəni əlifba məsələləri, dini kitabların tərcümə olunması, uşaqların təhsilə cəlb olunması, mədəni tədbirlər ona düşəcək. 444-cü ildə gəlir hakimiyyətə 2-ci Vaçe, ən çox suallarda da istifadə olunan hökmdarlardan biridir 2-ci Vaçe. 444-463-cü illərdə hakimiyyətdə olmuşdur 2-ci Vaçe. Türk mənşəli sülalədən idi. Mən burada qeyd olaraq yazmışam ki, Mihir kimi. Mihir də Sabir türklərindən idi. Bu da 2-ci Vaçedə türk mənşəli olan sülalədən idi. Bundan başqa Sasanilərlə qohumluq əlaqələrinə malik idi. Belə ki, 2-ci Yezdəgirdin ölümünə qədər hətta Sasanilər dövlətindən asılı idi və atəşpərəst dinini qəbul etmişdi. Lakin 457-ci ildə 2-ci Yezdəgirdin ölümündən sonra Sasanilərə qarşı azadlıq mübarizəsinə başladı. 2-ci Yezdəgirdin ölümündən sonra hakimiyyətə Firuz gəlmişdi. Firuzun dövründə artıq 2-ci Vaçe onlarla mübarizə aparırdı. Sasanilərlə mübarizə apardı, azadlıq mübarizəsi apardı. Bu azadlıq mübarizəsi 457-dən 463-cü ilə qədər davam etmişdi və bu azadlıq mübarizəsinin gedişində 2-ci Vaçe bir sıra qüvvələrlə müttəfiqlik qurmuşdu. Bunlardan biri Qafqazın 11 hakimi ilə müttəfiqlik münasibətləri qurur, Massaget türk tayfalarını öz tərəfinə çəkir. Siz indi burada məsəl üçün yadınıza sala bilərsiniz, Massagetlər tərəfindən öldürülən hökmdar kim idi? Massagetləri öz tərəfinə çəkir. Daha sonra isə nə edir? Çola dərəsini tutur, yəni Dərbənd keçidini tutur. Lakin mübarizə aparmasına baxmayaraq bu mübarizədə məğlub olacaq. Bir də bundan başqa Firuzun şərəfinə Firuzabad şəhərini, yəni Bərdə, Partav şəhərini saldırır, Firuzabadı, Bərdəni Firuzun şərəfinə saldırır. Bundan əlavə paytaxtı da Bərdəyə köçürür. Nəyə görə paytaxtı Bərdəyə köçürür? Qəbələdən nəyə görə paytaxt Bərdəyə köçürülür? Ona görə ki, şimaldan gələn hücumların qarşısını almaq məqsədi ilə paytaxtı ölkənin içərilərinə doğru köçürür. Yəni Qəbələ daha təhlükəli ərazidə idi, şimala daha yaxın idi, tez-tez basqınlara məruz qalırdı. Paytaxtı qorumaq məqsədi ilə paytaxtı ölkənin içərilərinə doğru köçürür. 2-ci Vaçe. Yəni paytaxtında köçürməsi 2-ci Vaçeyə aiddir. 462-ci ildə Haylandur Hunlarını Sasan Şah Firuz Haylandur Hunlarını Albanlar üzərinə qaldırır və bu zaman isə 2-ci Vaçe taxtdan əl çəkməyə məcbur olur. Firuzla niyə görə Hunlar eyni düşüncədə idi? Çünki onlar da xristianlığın Albaniyada yayılmasının, ümumiyyətlə Qafqazda yayılmasının əleyhinə idilər. Buna görə də onlar da Firuzun təhriki ilə 462-ci ildə Albaniyaya yürüş etdilər. 462-ci ildə Haylandur Hunlarının yürüşü nəticəsində 2-ci Vaçe hakimiyyətdən əl çəkir. 2-ci Vaçenin hakimiyyətdən əl çəkməsindən sonra 463-dən 487-ci ilə qədər Albaniyada qısa müddətli mərzbanlıq dövrü, Sasani mərzbanlığı dövrü baş verir ki, Sasani mərzbanlığı dövründə Albaniyanı yerli hökmdarlar deyil, Sasani mərzbanları idarə edirdilər. Bu Sasani mərzbanlığı isə 487-ci ildə başa çatır. Hakimiyyətə 487-ci ildə gəlir Arşakilərin sonuncu nümayəndəsi olan 3-cü Mömin Vaçaqan. 3-cü Mömin Vaçaqan hakimiyyətə gəlir. Onun hakimiyyətliləri 487-510-cu illərdir.
Üçüncü Mömin Vaçaqan, bayaq dediyimiz kimi Arşakilərin sonuncu nümayəndəsidir. Onun hakimiyyəti dövründə adından məlumdur, mömin. Mömindirsə, deməli bu adam dindar şəxsdir. Deməli, nə edəcək? Dinə aid qərarlar verəcək. Elə bunu da görürük. O, dini birliyə nail olmaq istəyirdi. Hətta xristiyanlığı yayırdı və digər dinlərdən olanları təqib etdirirdi. Xristiyan dininə aid qanunlar qəbul etmişdi. Xristiyanlığa aid məktəblər açdırmışdı. Bayaq dedik, təhsillə bağlı məsələlər assuagendədir. Amma xristiyan dini ilə bağlı olan məktəblərin açılması 3-cü Mömin Vaçaqanda var. 3-cü Mömin Vaçaqan xristiyanlığa aid məktəblər açdırmışdı. 488-ci ildə Ağquyen Kilsə Məclisini keçirmişdi. Ağquyen Kilsə Məclisi Ağdam rayonu ərazisində keçirmişdi bu məclis. Nəyə görə? Xristiyanlığın feodal əsaslarını nizamlamaq, xristiyan dininə aid qanunlar qəbul etmək məqsədi ilə Ağquyen Kilsə Məclisi təşkil olunmuşdu və xristiyanlığın feodal əsaslarını nizamlamış, xristiyan dininə aid qanunlar qəbul edilmişdi. Lakin onun bu tədbirlərinə baxmayaraq, 488-ci ildəki Ağquyen Kilsə Məclisində keçirilməsinə baxmayaraq, xristiyanlıq ölkə ərazisində dərin kök sala bilmədi. Yəni, Albaniya ərazisində geniş yayıla bilmədi. Bu mümkün olmadı. Yəni, onun tədbirləri tam da nəticə vermədi. Bir də ki, bunu demək lazımdır ki, Ağquyen Kilsə Məclisi dövrümüzə qədər gəlib çatmış ilk tarixi hüquqi sənəd hesab olunur. Və indi gəlin biz nə edək? Biz bayaq dedik ki, qəbulda bu hökmdarlara aid suallardan istifadə olunur. Biz bu il istifadə olunan bir qəbul sualını sizin diqqətinizə çatdıraq və onun izahını verək. Burada deyir ki, uyğunluğu müəyyən edin. Hökmdarlar 2-ci Vaçe, 3-cü Mömin Vaçaqan, assuagen. Yəni, 1-ci, 2-ci Vaçeyə aid olanı, 2-ci, 3-cü Mömin Vaçaqana aid olanı, 3-cü isə assuagenə aid olan məlumatları tapmalıyıq. Deyir, Sasanilərin müttəfiqi kimi ərəblərə qarşı döyüşməsi. Sasanilərin müttəfiqi kimi ərəblərə qarşı döyüşməsi bunların heç birinə aid olmayacaq. Bu Varaz Qırqorun hakimiyyəti, hökmdarlığı dövründə idi. Cavanşir də sərkərdə kimi bunu etmişdi. Yəni, burada o hökmdarlar yoxdur. Yeni Alban yazısının yaradılması. Bayaq dediyimiz kimi, yazı, təhsilə aid qanunlar kimlərdə idi? Assuagində idi. Ona görə B kimə gedəcək? Ona görə B gedəcək assuagenə. Daha sonra, paytaxtın yeni şəhərə köçürülməsi. Bayaq dedik ki, paytaxtı yeni şəhərə köçürən kim idi? 2-ci Vaçe idi. Hara köçürmüşdü? Bərdə şəhərinə. Deməli, paytaxtın yeni şəhərə köçürülməsi kimə aid olacaq? 2-ci Vaçeyə. C aid olacaq 2-ci Vaçeyə. Arşakilər sülaləsindən olan sonuncu Alban hökmdarı. Bayaq dedik, sonuncu hökmdar kim idi? Arşaklərin sonuncu hökmdarı 3-cü Mömin Vaçaqan idi. Hakimiyyəti 487-510-cu illərə əhatə edir. 510-cu ildə onun hakimiyyəti başa çatdı. Bundan sonra Albaniyada 510-629 uzunmüddətli Sasani mərzbanlığı dövrü başladı. Belə. Deməli, Arşakilər sülaləsindən olan sonuncu Alban hökmdarı əgər 3-cü Mömin Vaçaqandırsa, onda D gedəcək 3-cü Mömin Vaçaqana. Sasanilərə qarşı azadlıq mübarizəsinə rəhbərlik etməsi. Bayaq dedik ki, Sasanilərə qarşı azadlıq mübarizəsinə kim rəhbərlik edirdi? 2-ci Vaçe. Neçənci illərdə? 457-463-cü illərdə. Nə baş verdi? Bunun sonunda məğlub oldu, hakimiyyətdən əl çəkdi. Beləliklə, Sasanilərə qarşı azadlıq mübarizəsinə rəhbərlik etməsini də kimə verəcək? 2-ci Vaçeyə. Deməli, 1-ə gedəcək C və Y, 2-yə gedəcək D, 3-ə gedəcək B variantı, cavabımız olacaq A variantı. Belə, bu bizim Alban Arşakilər mövzusunun izahı və buna uyğun olan qəbul sualının izahı. Ümidvaram ki, hər birinizə faydalı olacaqdır. Belə videoların davamının gəlməsini istəyirsinizsə, videonu bəyənməyi, paylaşmağı unutmayın. Səhifəmizə abunə olun və öz fikirlərinizi rəy bölməsində yazın. Bundan əlavə əyani və onlayn dərslərimizə də müraciət edə bilərsiniz. Sağ olun.